Buraxılış imtahanına düşmüş və 2026-cı ildə buraxılış imtahanına düşə biləcək bir sualın izahına baxaq ki, məncə bu sual həm 9-lar, həm də 11-lər üçün vacibdir. Deyir ki, A və B natural ədədləri üçün A bölünsün B bərabərdir 3 bölünsün 4-dür və əkob AB çıxılsın əbob AB bərabərdir 88 olarsa A üstəgəlsin B cəminin qiymətini tapın. Baxın, biz burada bir başqa aspektdən baxa bilərik də buna. A bölünsün B-ni belə yaza bilərik də kəsr kimi. A bölünsün B. Eyni zamanda daha rahat görə biləsiniz deyə deyirəm. 3 bölünsün 4-də, hə? Baxın, bu hala gəldikdən sonra bir şey bilmək lazımdır. Buradakı A ədədi qabağındakına K misli ilə bərabər olur həmişə. A bərabər nəyə? 3K-ya. K misli, baxın, 3K. B nəyə bərabər olacaq? Qabağındakına K misli ilə. B nəyə bərabər olur? 4K-ya bərabər olur. İndi gətirib A-nı 3K, B-ni 4K tapdıqdan sonra gətirib burada yerinə qoymaq olar. Əkob gətirib 3K və 4K-nı yerinə qoyuram. Çıxıram. Əbob 3K və 4K bərabər nəyə? 88-ə. Artıq bir xassəni bilirəm mən. Bilməliyəm ki, əkob və əbobda ortaq vurğuları xaricə çıxarda bilirik. Baxın, burada 3K ilə 4K-da ortaq nədir? K-da. K-nı çıxardım çölə. Vurulsun, nə? Təzədən əkob. İkisi də çıxdığı üçün 3 və 4 qaldı. K-lar çıxdı axı. Çıxılsın əbobda da eyni şey eləyə bilirəm. K-nı çıxartdım çölə. Əbob 3 və 4 nəyə bərabərdir? 88-ə bərabərdir. Artıq yenə bilirəm ki, mən baxın, K-nı olduğu kimi yazıram. Əbobda, əkobda əgər qarşılıqlı sadə vurğular varsa, biz bunların hasilini hesablayırıq. Yəni qarşılıqlı sadə vurğu nə deməkdir? Birdən başqa heç bir ortaq vurğu yoxdur 3-lə 4-ün. Deməli bu qarşılıqlı sadədir. Onda əkobda bunların hasilini tapırıq. Əkobda hasil 3 vurulsun 4-ə hesablayırıq. Çıxılsın, K-nı yenə yazıram yerinə. Əbobda əgər qarşılıqlı sadə ədədlər varsa, bunların əbobu 1-dir. 1 bərabər nəyə? 88-ə. Bəsit bir tənli idi, gətirib burada hesablamağa çalışsam. K-nı 3 vur 4-ə vururam, yəni 12K. Çıxıram nəyi? K-nı. Bərabər nəyə? 88-ə. Yəni 11K bərabərdir 88-ə. K nəyə bərabərdir? 8-ə. Bizdən nəyi soruşurdu? Deyir ki, A plus B-ni tapın. Baxın, A-nın mən 3K olduğunu bilirəm. Yəni 3-ü vururam 8 edir 24. 4-ü vururam 8 edir 32. 32-nin üstündə 24 gəndə nə edir? 56. Cavabımız edir 56. Bu imtahana düşə biləcək tipdə bir sualdır. Hətta düşə də bilər, yəni konkret dimin sual tipidir bu.